Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Kürdəmir stansiyasından 17 km şərqdə Ağsu rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 07:59-da qeydə alınan zəlzələnin ocağı 41 km dərinlikdə yerləşib. Magnitudası 3,4 bərabər olan zəlzələ hiss olunmayıb. Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Rüstəm Rustanoğlu Həmidov və əsgər Əli Taryeloğlu İmanov dumanlı hava şəraitində qar uçqununa düşüblər. Əsgər Rüstəm Həmidovun fotosunu təqdim edirik.